Norq Tədqiqat Mərkəzi Birləşmiş Ştatlar prezidenti Donald Trampın ilk 100 günlük fəaliyyəti ilə bağlı ictimai sorğu aparıb. Sorğuda 1200-dən çox amerikalı iştirak edib. Belə ki, Trampın fəaliyyəti 10 nəfərdən 7-sinin gözləntiləri ilə üst-üstə düşüb. Sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən elədiyinə, 62%-i Birləşmiş Ştatların Trump dövründə yanlış istiqamətdə getdiyinə inanır. 24%-i onun seçimi ilə razıdır. Xüsusən də Ağ Ev rəhbərinin hakimiyyətə gələn kimi Rusiya-Ukrayna müharibəsini yoluna qoyacağını deməsinə diqqət çəkilir. Düzdür, Trampın qısa müddət ərzində Şərqi Avropa cəbhəsində vəziyyəti sabitləşdirmək üçün xeyli yol qət elədiyini düşünənlər də var. Amma bir çox siyasi şərhçilər 100 günün bitməsinə az qaldığı bir vaxtda hələ də ortada razılaşma olmadığını vurğulayırlar. Bu atəşkəsə nail olmamasının bir səbəbi də məhz Avropa İttifaqının Amerika Birləşmiş Ştatları ilə birlikdə konstruktiv mövqe tutmamalarıdır. Bildiyimiz kimi Amerika Birləşmiş Ştatlarının Rusiya-Ukrayna müharibəsinin bitirməsi haqqında verdiyi bəyanatlara nəzərdə tutulduğu layihələr Avropa İttifaqı tərəfindən qəbul olunmur və Avropa İttifaqı Ukrayna ilə birlikdə öz gündəliyini irəli sürür. Və təbii ki, bu da müharibənin qarşısının alınmasında müəyyən çətinliklər yaradır. Məsələni analiz edən analitiklər deyirlər ki, Trump bu münaqişədə nəticə əldə eləməsə belə, indiyə kimi atdığı addımları da göz ardı eləmək olmaz. Rusiya-Ukrayna nümayəndələrini bir masa arxasında birləşdirməsi də proseslərin başlanğıcı üçün bir uğurdur. Trumpın təşəbbüslərini nəticəsiz qalmasını da sadəcə diplomatik bacarıqsızlıqla izah etmək doğru olmazdı. Rusiya-Ukrayna müharibəsi çox vektorlu bir münaqişədir. Burada tarixi, siyasi, iqtisadi, təhlükəsizlik maraqları bir-biri ilə sıx bağlıdır. Həm Rusiya, həm də Ukrayna üçün bu münaqişə yalnız taktiki yox, həm də düşünürəm ki, strateji xarakter daşıyır. Bax, həmçinin beynəlxalq aktorların da, məsələn, xüsusilə Avropa İttifaqı və NATO'nun da maraqları bu böhranda mühüm rol oynayır. Ekspertlər onu da vurğuluyurlar ki, Ağ Ev rəhbəri 100 günkü fəaliyyətində Moskva-Kiyev cəbhəsində konkret bir nailiyyət əldə eləməyəcək. Lakin buna baxmayaraq bu istiqamətdə yenidən təkliflər və görüşlər həyata keçirəcək. Çünki Trump administrasiyası Rusiya-Ukrayna müharibəsindən ciddi nəticələr əldə eləməyə istiqamətlənib. Buna da əsas səbəblərdən biri Trumpın bu cəbhədə uğur əldə eləməsinin birbaşa yaxın şərqdəki yarım qalmış planlarına da müsbət təsir göstərəcəkdir.